Salam hörmətli müəllimlər, bu videoda 30 may 2025-ci ildə keçirilmiş sertifikasiya sınavının izahına baxacağıq. Hal-hazırda biologiya fənni üzrə olan kurikulum suallarına baxacağıq. Bundan öncəki videoda kimya suallarının izahını vermişəm. Digər fənlərin hər birinin izahını çəkib YouTube kanalında yerləşdirəcəm. Gəlin başlayaq 51-ci sualdan. Burada həm sualların düzgün cavablarını tapacağıq, eyni zamanda da mövzuları qısa şəkildə təkrarlamış olacağıq. Birinci sualda yazılır ki, interaktiv təlimin xüsusiyyətləri hesab edilmir. İnteraktiv təlim müasir təlimdir. Hal-hazırki proaktiv yanaşma, yəni müasir təlimdən söhbət gedirsə, bu interaktiv təlimdir. Baxın, burada hesab edilmir deyəndə nə axtarmalıyıq? Variantlarda mənfi bir cavab axtarmalıyıq. Ki, müasir interaktiv təlimdə belə bir şey yoxdur. Hal-hazırki təlim, baxın, A variantından başlayırıq. Hal-hazırki təlim müəllim mərkəzli təlimdir, yoxsa şagird mərkəzli? Təbii ki, müasir təlimdən danışırıqsa, hal-hazırki təlim şagird mərkəzli təlimdir. Ona görə yəni hesab edilmir, doğru cavabımız oldu A variantı. Yəni düzgün cavabımız A variantıdır. Gəlin digərlərinə də baxaq. Biliklərin yaradıcılığı, yəni biliklərin yaradıcı tətbiq edilməsi, interaktiv təlimdə yaradıcılığa önəm verilir. Bu düzdür. Yeni biliklər araşdırma, yəni əzbərçiliklə yoxdur, araşdırmaqla öyrənirik. Bu da yəni müasir təlimə aid fikirdir. Qarşılıqlı təlimə, ünsiyyət, əməkdaşlığa üstünlük verilir. Bu da doğrudur. Təfəkkürə əsaslanır, bəli. Yəni əzbərçiliyə əsaslanmır ki, təfəkkürümüzü işə salır müasir interaktiv təlim. Ona görə düzgün cavabımız oldu A variantı. Baxırıq 52-ci suala. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyildir? Summativə aid olmayan fikir seçilir. Şagird nailiyyətlərini qiymət şəklində ifadə edir. Yəni qiymət kəmiyyətlə ifadə edilir də, yəni rəqəmlə, qiymətlə ifadə olunurmu summativ? Bəli, bu düzdür. Bizə səhv cavab lazımdır. Şagird təlim nailiyyətinin inkişafını gündəlik olaraq izləyir. Bundan öncəki sınavın izahında da demişdik. Hətta yəni testin video izahını saxlayıb qeyd götürə bilərsiniz. Gündəlik fəaliyyəti izləmək, irəliləmək sözləri, problemi tapıb, problemi aradan qaldırmaq, bunların hər biri formativ qiymətləndirməyə aiddir. Ona görə doğru cavabımız oldu B variantı. Müəllimin dərsin fəaliyyətini dəyərləndirmək, ümumiyyətlə şagirdin topladığı baldan keyfiyyəti müəyyənləşdirmək olur da dərsin keyfiyyətini dəyərləndirə bilərik. Misal üçün, şagirddə aşağı bal yığsaq görürük ki, müəllimin dərsi keyfiyyətli deyil. Yəni, yaxşı dərs keçməyib ki, uşaqlar aşağı bal toplayıb. Yəni, müəllimin tədris keyfiyyətini dəyərləndirə bilərikmi? Şagirdlərin topladığı balla təbii ki, müəyyənləşdirə bilərik. Bu da doğrudur. Bizdən yanlış cavab istədikləri üçün. Ona görə digərlərinə plus qoyuruq. Ayrıca baxın, universitetdə belə. Tutaq ki, tələbələr, potokda olan tələbələr, 90 tələbə var misal üçün. Şagirdlər gedirlər semestr imtahanından riyaziyyat fənni üzrə. Tutaq ki, aşağı bal toplayanda müəllimin tədris fəaliyyətini dəyərləndirmək olurmu? Bəli, hamı riyaziyyat fənnindən semestr imtahanı aşağı bal toplayanda məlum olur ki, yəni müəllimin işini dəyərləndirir ki, deməli müəllim yaxşı dərs keçməyib ki, bütün potok tutaq ki, riyaziyyat fənnindən kəsilib. Yəni bu doğru fikirdir. Daha sonra sonuncu varianta baxırıq. Məktəbdə təlim səviyyəsini müəyyənləşdirmək. Bəli, summativ məktəb daxilinin növüdür. Məktəb daxilinin növü hansıdır? Formativ, summativ, diaqnostik. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək olarmı? Bəli. Yəni aşağı toplasalar demək təlimin səviyyəsi aşağıdır. Yüksək bal toplasalar təlimin səviyyəsi çox yaxşıdır. Yəni düzgün cavabımız oldu 52-ci sualda B variantı. 53-cü suala baxırıq. Bir variantı da qalıb, ona da baxaq. Y variantı qalıbmış. Y-də baxaq, deyir, təlimin hər hansı bir mərhələsi, məsələn, yarım illik şagirdlərin nailiyyətinin qiymətləndirilməsidir. Bəli, kiçik summativ, böyük summativ, bölmə daxilində, bölmə sonunda keçirilir kiçik summativ, böyük summativ isə yarım illərin sonunda keçirilirdi. Bu da doğrudur, amma biz götürmürük. Biz hansı variantı götürdük? 52-ci sualda B variantını götürdük. Çünki yanlışı soruşurdular bizdən. 53-cü suala baxırıq. Tapşırıq. Yəni, tapşırığımız nədir? Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin, yəni hər hansı bir şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. İndi gəlin inteqrasiya variantlara baxmadan hərəkət edək. Söhbət hansı fəndən gedir burada? Yəni sağlamlıqdan və biologiya fənnindən. Yəni biz biologiya fənninin sınavına baxırıq da. Və büdcədən gedir burada söhbət. Hesablamaqdan, büdcədən, yəni hansı müddətdə nə qədər pul və s. gedəcək. Bu riyaziyyatdan gedir.
Yəni ən azı və yaxud da burada başqa bir nümunə olanda siz tapa bilmirsiniz ki, bu hansı fəndir. Yəni sırf riyaziyyat fənninin adını tapmasanız da olar. Yəni biologiya olduğunu bilirəm. Bir də görürəm ki, hə, bu biologiyada yoxdur. Bu da başqa hər hansı bir fəndədir. Fənnə aid sual. Deməli, fənlərarası inteqrasiya var burada. Fənlər arası. İndi baxın, orada deyib ki, tapşırıq o verib ki, sizə sağlam qidalanma planı hazırlamaq tapşırılır. Planı hazırla ki, şəxsin hər hansı bir şəxsin yaş və sağlamlıq xüsusiyyətini də nəzərə almalısınız. Yəni belə bir sual görəndə fənüstü inteqrasiyadır. Burada həyatla əlaqələndirmə deyə bir şey yoxdur. Çünki siz şagirdə desəz ki, misal üçün, bir həftə ərzində öz qidalanmanı müəyyənləşdir. Yəni bir həftə ərzində sən necə qidalanacaqsan, birinci gün nə yeyirsən, ikinci gün nə, 3, 4, 5. Yəni bu günlər ərzində nə yeyirsən və həftə ərzində həmin yedikləri hesabla, məsəl üçün, büdcəsini hesabla. Əgər situasiyada belə olsaydı, onda fənn üstü götürərdiniz. Fənn üstü inteqrasiya, yəni bir növ tətbiq etməklə bağlıdır. Şagird öz həyatı ilə bağlı nəsə tətbiq etsəydi fənn üstü götürə bilərdi. Burada axı şagird elə bir şey eləmir. Buna tapşırıq verir ki, təsəvvür eləyin ki, müəyyənləşdirin ki, yəni uşaq bu işləri real həyatında tətbiq eləmir ki, beynində müəyyənləşdirir də, yəni bir növ hesablayır, həll eləyir, beynində hesablayır büdcəni və s. Bu fənn üstü inteqrasiya deyil. Fənn üstü inteqrasiya misal üçün olsaydı ki, bayaq dediyim elə nümunədir. Şagirdə deyirsiniz ki, bir həftə ərzində birinci gün hansı qidanla qidalanırsan, birinci gün nə qədər xərcin olur, ikinci gün, üçüncü gün qidalanmanı öz qidalanmandan gedir söhbət. Mən öz qidalanmamı müəyyənləşdirirəm, nə qədər pul xərcləyirəm həmin qidalanmağa. Hə, belə olsaydı sual, onda fənn üstü inteqrasiya, yəni öz həyatımdan nümunə gətirirəm. Öz həyatımı elə bir tətbiq eləsəm, onda fənn üstü inteqrasiyadır. Yəni fənn üstü inteqrasiya hətta ən rahat yolla belə yadda saxlayın. Əgər mən özümlə bağlı öyrəndiklərimi həyata tətbiq eləyirəmsə, onda fənn üstü inteqrasiya olacaq. Burada tətbiqdən və s. heç bir şeydən söhbət getmir. Təsəvvür eləyin ki, bir şəxsin sağlamlıq vəziyyətini nəzərə almalısınız və büdcəsini hesablamalısınız. Fənn üstü inteqrasiyalar çıxırsınız. Digər fənlərdə də, biologiyada, kimya, fizika hər birində bu tipdə inteqrasiya sualları qoyulmuşdur. Hətta bir videoda bütün fənlərdə olan inteqrasiyalarında fərqini izah edəcəm. Fənn üstüləri çıxırıq variantlardan. Əgər aramızda fənn daxili və fənlər arası götürənlərimiz varsa, onu da deyim. Fənn daxili bir fənnin müxtəlif siniflər arasında ola bilər və yaxud da bir fənnin müxtəlif məzmun xəttləri arasında. Burada ümumiyyətlə fərqli məzmun xəttindən söhbət getmir, müxtəlif siniflərindən də söhbət getmədiyi üçün ona görə burada fənn daxili də yoxdur. Bu sualın cavabı yalnız və yalnız fənlər arası inteqrasiyadır. 53-cü sualın cavabı. Baxırıq 54-cü suala. 54-də yazılıb ki, tapşırığımız nədir? Tənginəfəslik, ürək döyünmə, baş gicəllənmə, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Bu bir növ nəzəri baxımından öyrəndiklərimizi indi hər hansı bir xəstənin üzərində biz tapmalıyıq, müəyyənləşdirməliyik. Hansı orqanı zədələnib. Öyrəndiklərimizi bir növ həyata keçirdirik. Bir növ tutaq ki, biz tibb sektoruna, yəni tibb sahəsini bitirmişik və bizə belə bir sual veriblər. İndi mən də oxumuşam tibb sahəsini və indi öyrəndiklərimi xəstənin üzərində müəyyənləşdirirəm. Həyata keçirdirəm də, praktikada tətbiq edirəm. Öyrəndiklərimizi həyata keçirmək hansı mərhələyə aiddir? Bəli, tətbiq etmək mərhələsi. Xüsusiyyətlərini daha çox vurğulayıram ki, cavabı özünüz tapasınız məndən öncə. Daha sonra baxırıq. Deməli, 54-cü sualın düzgün cavabı oldu B variantı. Baxırıq 55-ci suala. Şagirdlərə iki bioloji prosesin müqayisəsi tapşırılmışdır. Əldə edin. Məsəl üçün, əgər şərtin əvvəlini oxuyub, variant götürsəz, məsəl üçün, götürüb anlamaq yazsa səhv olacaq, çünki cümlənin sonunda başqa bir məlumat var. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək lazımdır və insan üçün hansı proses daha əhəmiyyətlidir? Bunu dərsdə dəfələrlə demişdik. Daha əhəmiyyətli, daha mühüm, ən vacib olan tapıram. Bir növ fikir verirsiniz, burada qüvvətləndirici ədat var. Daha önə çıxarmaq var. Önə çıxarıram, vurğulayıram daha çox. O hansı mərhələdə idi? Bəli, o təhlil etmək mərhələsinə aid ən mühüm, daha mühüm, ən vacibini tapıb bir cədvəlin içində yerləşdirməliyik. Ona görə düzgün cavabımız oldu C variantı. 55-ci sualın düzgün cavabı oldu C. Yəni təhlil etmək.
56-ya baxırıq. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Məsələn, bir tamamda dərsimiz qurtarır, amma valideyn 2-nin yarısı gəlib çıxır. Təbii ki, bu bizim işimizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli oluruq və evə gec getməliyik. Yəni müəllimin də öz işi var da, bir tamamda dərsini qurtarıb o da evə getmək istəyir. Belə situasiyada problemi necə həll etsəz effektiv olar deyir. Yəni nə etsən vəziyyət yaxşı olar. İndi gəlin variantlara baxaq. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Axı mənim işimə mane olur axı bu, mən də evə getmək istəyirəm. Yəni bu düzgün cavab deyil. Yəni oturub mən elə 1 il müddətində elə eləsəm, valideyn də rahatlıqla elə əvvəl yarım saat gecikirsin, indi ümumiyyətlə 1 saat, 2 saat gecikər. 2 saat mən əlavə məktəbdə otura bilmərəm axı. Anı çıxırıq. Narazılığımızı şagirdə bildirin, evdə valideynə desin. Yəni mən şagirdə deyirəm ki, get valideynə denən ki, dərsə vaxtında gəlsin və yaxud dərsə yox, daha doğrusu da, yəni sizi götürməyə vaxtında gəlsin. Bu problemin həll yolu deyil. Mən valideynin özü ilə danışmalıyam, vəziyyəti onunla yəni aradan qaldırmalıyam. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verib ölçü götürülməsini istəyirəm. Yəni valideyn haqqında gedib direktora şikayət edirəm ki, direktor müəllim valideynlə bağlı bir ölçü götürsün, bir nəsə eləsin. Bu valideyn əslində qalanda heç nə eləmir, baxıb elə baxanda. Məsəl üçün, nə bilim, məktəbdə xüsusi bir insident olmayıb, məktəbdə xüsusi gəlib bir konfliktli hadisə törətməyib ki, mən gedib məktəbin rəhbərinə deyim, ölçü də götürsün hələ. Bunu da silirik. Sonra digər varianta baxırıq. Valideynlə danışıb, bəli, valideynlə birbaşa özüm danışmalıyam, səbəbini öyrənməliyəm və birlikdə problemin həllini tapmağa, yəni baxaq görə bu valideyn niyə gecikir də, səbəb nədir? Bir yerdə ikimiz də fikirləşirik və problemi aradan qaldırırıq ki, hər kəs evi vaxtında getsin. Elə düzgün cavabımız 56-da oldu, D variantı. Sonuncu varianta da baxıq, Y variantına. İş vaxtınızın bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb, valideyn gözləməsini tapşırırıq. Yəni mən deyirəm ki, bir tamamda mənim dərsim bitib, şagirdə deyirəm ki, sən dayan məktəbin qapısının ağzında, valideyn gəlib səni oradan götürəcək. Təbii ki, şagird orada qalası deyil də, yəni bu şagirdin təhlükəsizliyini təmin etmək bizim vəzifə borcumuzdur. Yəni şagirdlər məktəbə gəlibsə bizə əmanətdir. Mən onu şagirdi məktəbin qabağına qoysam, sabah başına bir alov zağlamasına iş gəlsə, təbii ki, öhdəlik müəllimdədir. Ona görə yəni təbii ki, belə bir şeylər eləmirik. Yəni valideyn çünki əmindir axı. Valideyn əmindir ki, mənim övladım müəllimin yanında təhlükəsiz bir şəraitdədir. Mən də onun övladını qoyum, evə gedim, belə düzgün bir şey deyil. Uşağın başına bir hadisə gələ bilər. Ona görə düzgün cavabımız oldu 56-da D variantı. 57-yə baxırıq. Müəllim deyir ki, fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirə elə aparılır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən, yəni cavablardan çıxış edərək suallar verirdi. O hansı üsulda demişdi ki, hər hansı bir sual verilir, həmin sualdan bir dənə cavab, yəni suala uyğun cavab verir. Həmin cavabdan bir dənə də sual veririk. Yəni bir növ sual-cavaba əsaslanan iş prinsipi var və belə proses davam eləyir. O hansı üsuldaydı? Bəli, bu Sokrat dialoqu üsulundaydı. Ona görə 57-də düzgün cavab oldu D variantı. Yəni bir növ müzakirə bacarıqlarımızı inkişaf etdirir. Hər verilən sual verirəm, suala uyğun cavab verir. Həmin cavabdan yeni bir sual çıxardılır və belə proses davam eləyir. Yəni sual-cavaba əsaslanan iş prinsipi var. Bu Sokrat dialoqundaydı. Sonra 58-ci suala baxırıq. Hansı fikir doğrudur? Düzgün variant axtarmalıyıq. Gəlin doğruları axtaraq. Başlayaq birdən oxumağa. Deyir, müəllim problemli situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərində qurur. Təbii ki, real situasiyalar üzərində quranda təlim daha sadə olur, təlim daha anlaşıqlı olur. Biri götürürük. Hətta imtahanda variant qazanmağın yolları. Birlə başlamayan variantları gəlin silək. Birlə başlamayan variantları sildik. Nə gözəl kömək oldu bizə. 3 variantımız qaldı. İndi gəlin digərlərinə də baxaq. Daha sonra deyir, emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Yəni, emosional intellekt mövzusunda ayrıca biz keçmişdik ki, şagirdlərin emosional, yəni özünü dərk, özünü idarə, emosional vəziyyətini idarə edəndə şagirdlərə təşkilatçılıq, əməkdaşlıq və bir sıra bacarıqlar formalaşır, həyati bacarıqlar. 2 də düzdür. Yəni, 2-ni də götürə bilərik. Deməli, cavabımız ya A variantıdır, ya da C variantıdır. Avtomatik o birisində çıxırıq. Yəni, imtahanda sürətli variant tapmağın yolları.
Daha sonra 3-ə baxırıq. Strategiyasızdan metakognitiv bacarığı formalaşdırmaq asandır. Metakognitiv bacarıq bir yolumun, bir strategiyamın olmağıdır. Özümlə bağlı yol, strategiya bilirəmsə, daha özüm üçün daha uyğun, daha səmərəli olduğunu bilirəmsə, bu metakognitivdir. Bu da üstə də deyir ki, strategiyasız da, yəni formalaşdırmaq olur. Təbii ki, bu yanlışdır. Deməli, cavabımız 3-ü silirik. Müşahidə yolu ilə, yəni izləmə yolu ilə izləyirəm. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı, yəni tutaq ki, mən hər hansı bir hadisəyə baxıram, müşahidə edirəm. İndi mən onu beynimdə nə edirəm? Emal edirəm. Bu deyir, rasional təfəkkürün ölçülməsinə imkan verir. Məsəl üçün, mən hər hansı bir hadisəyə baxıram, müşahidə eləyirəm. İndi müşahidə eləyəndə mənim beynimdə emal gedir. O hansı təfəkkürdür? Rasionaldır, bir növ ağlımızı işə salır. Yəni müşahidə elədiklərimi özüm üçün necə deyim, konspektləşdirirəm. Müşahidə elədiklərimdən özümə bir nəticə çıxardıram, bir həyat dərsi çıxardıram izlədiklərimdən. Bu rasional düşüncəmi işə salırmı? Bəli, salır. Ona görə 4-ə götürürəm. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması məqsədə uyğundur. Biz bu mövzunu dəfələrlə diferensial təlimdə, inklüziv təhsil mövzusunda dəfələrlə keçmişik. Çünki şagirdlərin, sinifdə olan şagirdlərin qavraması, akademik nailiyyətləri eyni deyil. Və mən eyni cür çatdırsam, məsələn, mən ancaq danışaraq çatdırıram. Və yaxud heç danışmıram, ancaq lövhə yazıb doldururam. Axı bu düzgün deyil. Bütün şagirdlər mənim dediyim aydın olmayacaq. Hər kəs üçün yəni eyni şərait təşkil olunmadı. Ayrı seçkilik oldu burada. Ona görə eyni şəkildə çatdırmaq düzgün deyil. Həm danışaraq çatdırmalıyam, həm yazaraq, həm maket gətirməliyəm, həm vizual, yəni bütün formatlarda mən dərsimi çatdırmalıyam şagirdlərə. Ona görə 5-də silirik. Düzgün cavabımız oldu 1, 2, 4. Deməli, 58-də düzgün cavab oldu C variantı. 59-a baxırıq. 59-da yazıb ki, əgər komanda yoldaşınızın təklif etdiyi, deməli, komanda işindən söhbət gedir, yəni təlim forması olaraq komanda, yəni qrupla işləyirik. Yoldaşınızın təklif etdiyi həll yolu, yəni məqsədə uyğun deyilsə, nə edərsiniz? Yəni, komanda şəklində işləyirik və komandada olan yoldaşlarımızdan birinin həll etdiyi, yəni məqsədə uyğun deyil, təklif etdiyi həll yolu məqsədə uyğun deyil. Hansı cavab deyir, əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? İndi gedək variantlara baxaq. Mən münasibətlərin pozulmamasına əsas tutaraq yoldaşımı dəstəkləyərdim. Axı, mənim komanda yoldaşım düzgün məqsədə uyğun həll yolu deməyibsə, mən yalandan necə onu dəstəkləyə bilərəm? Yəni, onun dediyi yalanda mən deyirəm, yox, xətrinə dəyməyim, yox, sənin dediyin düzdür. Təbii ki, belə bir şey olmur. Düzə düz demək lazımdır, səhvə səhv demək lazımdır. Ona görə A-nı silirik. Nəzakətlə fikrimi bildirərəm, bəli, alternativ yollar təklif edərdim. Baxın, şagird nəyi səhv eləyib? Təklif etdiyi həll yolu, məqsədə uyğun deyil. Yəni, o bir həll yolu təklif edib, amma məqsədə uyğun deyilsə, mən alternativ B variantı, C variantı, D və yəni alternativ yollarda təklif eləyərəm. Hətta baxın, cümlənin əvvəli nəzakətlə fikrimi bildirərəm. Yəni, hörmətlə, qarşılıqlı ünsiyyət quraraq, nəzakətlə hörmət əlamətləri, yəni hörmət xüsusiyyətlərini aşılayaraq nəzakətlə öz fikrimi bildirərəm. Ona görə bu variant düzgündür. Gəlin digər variantlara da baxaq, əgər aramızda digər variantları götürən müəllimlərimiz varsa. Müstəqil şəkildə həll edərdim. Biz sualın şərtində oxumuşuq ki, komanda şəklində. Biz komanda şəklində eləyirik, deməli birgə çalışmalıyıq, bir yerdə işləməliyik. Ona görə bu variantda silirik. Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandırmalıyıq. Elə bir bütün komanda üzvlərinə deyirəm ki, məsəl üçün Aygün, komanda yoldaşlarımızdan biri Aygündür, indi səhv həll yol deyən oydu. Bütün komanda yoldaşlarımın başında oldururam ki, Aygün səhv deyir, Aygün səhv deyir, ona görə biz uduzuruq, nə bilim, nə edirik. Bütün komanda düşür Aygünün üstünə. Bu da elə bir uşaqların beynini doldururam, salıram Aygünün üstünə. Bu da düzgün bir şey deyil. Daha sonra yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim. Əslən, burada həll yolundan söhbət gedir. Sinif yoldaşımız, komanda yoldaşımız həll yolu deyib, həmin həll yolu məqsədə uyğun deyil. Mən çalışmalı, bizə əməkdaşlıq o demək deyil ki, sən filan şey səhv dedin, sən onu səhv dedin, sübut edirəm bu dəqiqə filan şey. Burada söhbət ondan getmir. Burada deyir ki, təklif etdiyi həll yolu məqsədə uyğun deyil. Mən də bir komanda yoldaşı olaraq nə edirəm? Alternativ başqa bir yol təklif edirəm. Ona görə yenidən çıxırıq. Düzgün cavabımız oldu B variantı.
Sonra 60-cı suala baxaq. Yəni 60-cı sualı burada tam olaraq düşmədiyi üçün 60-cı suala ayrıca olaraq baxaq. Deməli 60-cı sualda burada şəkil olaraq yerləşdirmişəm. Deməli 60-cı sualda deyir ki, şagirdlərdən biri tənəffüsdə sizə yaxınlaşır və bildirir ki, bir neçə sinif yoldaşı onun WhatsApp qrupuna təhqir edir və onun haqqında yanlış informasiyalar yayır. Yəni bir növ bullying var burada. Bu bir həftədən artıqdır ki, davam edir. Nəticədə şagird məktəbə gəlməkdən qorxur. Yəni sizdə bir bullying halı var. Siz şagirdin emosional vəziyyətindən və davranışının sinif mühitinə mənfi təsir göstərəcəyindən narahatsınız. Mən hansı addımı atsam indi effekt, deməli sinifdə bullying halı olub artıq. İndi mən hansı addımı atım vəziyyəti düzəldim. İndi gedək variantlara baxaq. Bullyingə məruz qalan şagirdi sakitləşdirin. Ona təhqir edən, sözlər yazan şagirdlərin telefonu bloklamağı tapşırın. Belə olanda problem özündə həllini tapacaq. Yəni bu nömrəni blokladım, güya uşaq başqa nömrədən yazıb şantaj eləyə bilməyəcək. A-nı silirəm, bu həll yolu deyil. Bir nömrəni blok edəcək, uşağın bəlkə ola bilər 3-4 dənə nömrəsi var, başqa nömrədən yazar şantaj eləyər. Bu həll yolu deyil yəni. A-nı çıxdıq. Sinifdə bu hərəkəti müzakirə edin. Sinif yoldaşlarına təhqir etməyin doğru olmadığı haqqında danışın və şagirdlərdən üzr istəmələrini istəyin. Bundan başqa şagirdə cəza kimi daha artıq ev tapşırığı. Uşaqlara, yəni bullying göstərən deyirəm ki, gəl bundan üzr istə. Onları danlayıram, cəza verirəm. Bu, yəni problemin həll yolu deyil. Danladım. Gəl bundan üzr istə. Onda konflikt daha da alışacaq. Mən ondan niyə üzr istəməliyəm və s. Yəni bu problemin həll yolu deyil. Və yaxud bu ona bullying göstərir, şantaj edirsə, mən əlavə tapşırıq verəndə görə vəziyyət düzəlirmi? Təbii ki, düzəlmir. Beyin də silirik. Bizə variantlardan lazımdır ki, hansı addımı atsaq vəziyyəti düzəldərik. Daha sonra problemi sizə etibar edən şagirdə təşəkkür edin və problemin həlli ilə ciddi şəkildə məşğul olacağınızı bildirin. Daha sonra bullying edən şagirdlə, onların valideynlərlə danışın. Bu barədə məktəb psixoloquna da məlumat vermək lazımdır. Bəli, ümumiyyətlə sinifdə hər hansı bir bullying halı olanda psixoloqu da prosesə cəlb edirik və s. Yəni qarşısına yazılanı da oxuyaq. Bu addım bullyingə məruz qalan şagirdin qorunmasına, günahkarların öz hərəkətlərinə görə məsuliyyət daşımalarına, həmçinin problemi peşəkarcasına, bəli. Baxın, A-da, B-də peşəkarlıq deyə bir şey yox idi. Amma baxın, C variantına bəli. Prosesə psixoloqları da cəlb edirəm, valideyni də cəlb edib, birlikdə bu problemi həll edirik. Düzgün cavabımız oldu C variantı. Gəlin digərlərinə də baxaq. Bullyingə məruz qalan şagirdə onu qorumaq məqsədi ilə WhatsApp qrupundan çıxmağı təklif edin və qrupda bu cür davranışın doğru olmadığını bildirin. Hamıya özlərini yaxşı aparmalarını tapşırın və problemi müzakirə etməyin. Nə gözəl oldu. Problem öz həllini tapdı. Qrupdan çıxanda şəxsiyə də yazıb şantaj eləyə bilər və yaxud da yəni şantajın alternativ versiyasını tapıb eləyəcək də. Yəni qrupdan çıxmaqla problem öz həllini tapmadı. Ona görə deyəndə çıxıram. Vəziyyəti daha yaxın öyrənmək üçün biraz da səbr edin. Səbr eləyəndə şagird bullyingə məruz qalır. Mən biraz da səbr edirəm ki, vəziyyət daha da ağırlaşsın və daha çox dəlil toplamağa çalışın. Mən daha çox dəlil toplamaq üçün axtarışda olanda uşağın başına başqa bir hadisə gələ bilər. Depressiyaya düşər və nəsə olar da. Mən yəni səbr eləməyim düzgün deyil. Bullying halı olanda artıq hərəkətə keçmək lazımdır. Ona görə Y variantında çıxırıq. Düzgün cavabımız oldu 60-cı sualda C variantı. Ümid edirəm ki, sınağın izahı hər biriniz üçün faydalı oldu. Digər fənlərin də izahlarını çəkdikcə YouTube səhifəsində yerləşdirəcəm.